Xuftan namazını bitirdikdən sonra nə edirik? Niyyət edirik. 2 rükət namaz Rəcəb ayının ilk gecəsi niyyəti ilə Həmd surəsi oxunandan sonra İnşirah surəsi oxunur 1 dəfə və Qul Huvallah surəsi isə neçə dəfə? 3 dəfə oxunur. 1-ci rükətdə Həmd, İnşirah, sonra 3 dəfə Qul Huvallah. Ruku, səcdə. Bu 1-ci rükət tutardı. 2-ci rükətə qalxandan sonra isə yenə Həmdi oxuyursan, yenə də İnşirah surəsini 1 dəfə oxuyursan, sonra Qul Huvallahı 1 dəfə oxuyursan, Fələqi 1 dəfə oxuyursan, Nası da 1 dəfə oxuyursan. Aydın oldu. Sonradan namazı tamamlayırsan. Bu da rahat bir namazdır. Yəni biraz uzun gəlməsin. 1-ci rükətdə İnşirah, 3 dəfə Qul Huvallah, 2-ci rükətdə İnşirah, 1 dəfə Qul Huvallah, 1 dəfə Fələq, 1 dəfə Nas. Bu surələri əzbər bilən əzbər oxuyur, bilməyən isə kağıza yazır, telefonunda tutur qarşısında oxuyur, heç bir iradı yoxdur. Və namaz bitəndən sonra salam ki verildi, 30 dəfə La ilahə illallah təkrar olunur. La ilahə illallah 30 dəfə. Və ondan sonra isə Peyğəmbər sallallahu aleyhi və səlləmə 30 dəfə salavat göndərilir. 30 dəfə La ilahə illallah, 30 dəfə də Allahümmə salli ala Muhammedin və ali Muhammed. Rivayət edir ki, bu namazı qılsa, Allah onun günahlarını dünyaya gəldiyi gün kimi hamısını nə edəcək? Bağışlayacaq.